Hamınıza salamlayıram. Bugünkü vəzimizin mövzusu Rəbb həqiqətən necədir sualıdır. Bir insan haqqında biz səhv məlumat aldıqda, sən mütləq onun haqqında səhv nəticəyə gəlib çıxacaqsın və ona qarşı münasibətin də əlbəttə ki, uyğun olmayacaq. Belə deyirlər, min eşitməkdənsə bir görmək yaxşıdır. Həqiqətən də kiminsə haqqında daha obyektiv bir fikir formalaşdırmaq üçün və ona qarşı düzgün bir münasibət formalaşdırmaq üçün sən onunla şəxsən ünsiyyət qurmalısan. Eyni prinsip ruhani aləmdə də işləyir. Və bir insanın Rəbbi necə tanıması həm onun Rəbblə münasibətlərinə təsir edir, həm də onun bütün həyatını formalaşdırır. Buna görə də Rəbbin həqiqətən necə olması sualı çox vacibdir. Bu sualın cavabı insanın imanını müəyyənləşdirir. Onun mənəvi dünya görüşünü və hətta əbədi taleyini müəyyənləşdirir. Bəs biz bunu necə edə bilərik? Rəbbin həqiqətən necə olduğunu görmək üçün ona şəxsən necə baxa bilərik? Kəlam Rəbb haqqında deyir ki, 1 Timotey 6:16-da onu insanlardan heç kəs görməyib və görə də bilməz. Bəs onda biz Rəbbi necə tanıya bilərik? Dünyada Tanrı haqqında bir çox biri-birinə əks olan insan fikirləri var. Çox vaxt məhz bu, bilməyən insanları çaşdırır və onları Tanrıdan uzaqlaşdırır. Onlar öz yaradanını rədd edirlər və digər Allahlara ibadət edirlər. Çox vaxt kimlərdənsə eşidə bilərik ki, Allah bunu istəmir və yaxud Allah bunu istəyir və s. Bəs bunu dedikdə onlar nəyə əsaslanırlar? Bəzən bu sözləri deyənlər ya öz şəxsi istəkləri üçün nələrsə deyirlər və ya öz qanunlarını yeritmək üçün deyirlər. Amma bunları Allahın əmrləri kimi təqdim edirlər insanlara. Bilirsiniz, bu şeytanın ən güclü taktikasıdır. Yəni Allahın adından danışmaq. 2 Korinfilara 11:14-də yazılıb. Buna heyrətlənmək lazım deyil. Çünki şeytan da işıq mələyi cildinə girir. Şeytana xidmət edənlərin salihlik xidmətçilərinin cildinə girməsi də qəribə deyil. Buna görə də çox vacibdir ki, insan Tanrı haqqında məlumatı hansı mənbədən alır? Əgər Tanrı obrazı təhrif olunubsa, deməli insanın həyatı da eynən təhrif olunacaq. Elə dini təlimlər var ki, hansılar ki deyir ki, Allah dəyişkəndir, daimi deyil və öz sözlərini dəyişdirə bilər və hətta özünə zidd gedə bilər. Və ya Allah insana hansısa məqsədlər üçün yalan danışmağa icazə verə bilər. Bəzi dini təlimlərdə Allah bəzi insanları başqalarına nifrət və düşmənçiliklə yanaşmağa belə öyrədir. Və yaxud Allahı hiləgər adlandırırlar. Və belə təlimlər və yalanlar çoxdur. Amma əgər insanlar məhz bu cür Allaha inanırlarsa, vaxt keçdikcə bu fikirlər onların dəyərlərini buna uyğun formalaşdırır. Əgər Allah yalana icazə verirsə, deməli yalan danışmaq haqqdır. Və əgər Allah hiləgərdirsə və öz sözünü dəyişir və ya dəyişməyə icazə verirsə, onda belə Allaha necə güvənmək olar? Əgər Allah nifrəti öyrədirsə, onda nifrət bir fəzilətə çevrilir. Yəni, insanlar kiməsə nifrət etməyi yaxşı bir xüsusiyyət sanırlar. Məhz buna görə də Tanrı haqqında səhv və şər olan fikirlər insanlarda həmişə şər olan əxlaqın formalaşmasına səbəb olur. Və şər olan əxlaq əlbəttə ki, insanların
biri-biri ilə münasibətlərdə qəddarlıqda, düşmənçilikdə, hörmətsizlikdə, paxıllıqda və nifrətdə özünü göstərir. Və bu səhv fikirlər hətta bütöv cəmiyyətlərin əxlaqını, dəyərlərini və mentalitetlərini özünə uyğun formalaşdırır. Amma Bibliya insanlara Tanrını tamamilə fərqli göstərir. O, hansısa dəyişkən bir Allah yox, həmişə öz xarakterinə və sözünə sadiq qalan Rəbb haqqında şəhadət edir. Məhz buna görə imanlı insan ona tam etibar edə bilər. Rəbbin məhəbbəti heç vaxt bitmir və onun həqiqəti heç vaxt yalana çevrilmir. Bibliyada təsvir olunan Rəbb müqəddəsdir. O həqiqətdir. O məhəbbətdir. O sadiq və dəyişməzdir. Onun haqqında yazılıb: Allah insan deyil ki, yalan söyləsin. Bəşər oğlu deyil ki, fikrini dəyişdirsin. Sayılar 23:19. Yaqub 1:17-də Rəbb haqqında yazılıb: özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan. Havari Paul Rəbb haqqında deyir: biz sadiq qalmasaq da o sadiq qalacaq. Çünki öz təbiətinə zidd davrana bilməz. 2 Timotey 2:13 və 1 Yahya 4:8-də yazılıb: Allah məhəbbətdir. Amin. İsa Məsihin yer üzündəki bütün xidməti də məhz belə bir Rəbbə şəhadət edir. Məsih nifrətlə cavab vermədi. Əksinə onu çarmıxa çəkənlər üçün o dua edirdi. Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər. O öyrədirdi ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. İncildə gördüyümüz bu Rəbb həqiqətində dəyişməz, vədlərinə sadiq və onu rədd edənlərə belə məhəbbətlə doludur. Məsihçilər imanla kainatın görünməz, bir olan, əbədi və qüdrətli yaradanını qəbul edirlər. Onların imanı Bibliyadakı nümunələrlə təsdiqlənir və gücləndirilir. Və bu nümunələr qədim zamanlardan bəri insanlara göstərir ki, görünməz Tanrı öz yaratdıqları vasitəsilə belə görünən şəkildə özünü insanlara göstərir. Romalılar 1-ci fəsil 19-20-də yazılıb: çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır. Yəni insanlara. Allah özü bunu onlara aşkar edib. Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi onun yaratdıqları vasitəsilə üzə çıxır. İstəyirəm Rəbbin çox təsirli və bizim üçün, yəni insanlar üçün çox vacib olan bir xüsusiyyətinə, yəni insanlara olan münasibətinə baxaq. Onun, yəni insanlara necə qəbul etməsi barədə danışaq. Və nümunə olaraq yalnız bir hadisəni danışacağam. Luka 22-ci fəsil 31-dən 34-cü ayəcə. Burada Məsih Petrə müraciət edərək dedi: Şimon, Şimon, şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. Amma mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir. O isə cavab verdi: Ya Rəbb, mən səninlə zindanda da, ölümə də getməyə hazıram. Amma İsa dedi: Peter, sənə bunu deyirəm. Bugün xoruz banlamazdan əvvəl sən məni tanıdığını 3 dəfə inkar edəcəksən. Bu hekayə həmişə məni təsirləndirir. Düşünün, bizə xəyanət edən bir dosta qarşı biz nə hiss edərdik?
və ona qarşı münasibətimiz necə olardı? Çox güman ki, hətta sonra barışsaq belə, onunla artıq ehtiyatla davranardıq. Artıq ona tam etibar etməzdik yəqin ki. Bəs əvvəlcədən bilsəydik ki, dostun sabah sənə xəyanət edəcək. Sən bugün onunla necə davranardın? Məncə biz çox da yaxşı davranmazdıq. Amma bu ancaq insanlarda belə olur. Rəbb belə davranmır. Məsih bu epizodda sakitdir. O, şagirdinin ürəyini görür. Onun gələcəyini görür. Və sadə dillə desək, o ona deyir ki, Şimon, sənin ruhun uğrunda mübarizə gedir. Mən sənin tərəfindəyəm. Bilirəm ki, sən məni inkar edəcəksən, amma sonra mən məbədi sənə əmanət edəcəm. Və sən sona qədər sadiq qalacaqsın. Bu, məhəbbət dolu Rəbbin hərəkətidir. Oswald Zander'ın Can himadayarlığı və terapiya kitabı var və bu mövzu orada belə yazılıb. Bibliyanın araşdırılması açıq şəkildə göstərir ki, tarix yaradan insanların əksəriyyəti müəyyən mənada uğursuzluğa düçar olmuş insanlar idi. Lakin onlar çirkab içində qalmadılar. Məhz onların uğursuzluğu və tövbə etmələri onlara Rəbbin mərhəmətini daha yaxşı və daha dərindən tanımağa kömək etdi. Onlar Rəbbi məyus edən övladlarına özlərini xilas etmək üçün ikinci və hətta üçüncü şansı verən Rəbbi tanımağı öyrəndilər. İbrahim, Musa, Davud, Yunus, Mark və bir çox Bibliya qəhrəmanların hekayələri də eyni şeyi təsdiqləyir. Rəbbin lütfü insan zəifliyindən daha güclüdür. Buna görə də ürəklərini inadkar etməyən və tövbə edərək Rəbbə gələn hər kəs üçün ümid var. İsa Məsihin simasında təcəssüm olmuş Tanrı yer üzünə gəldi. İnsanlar onun bəşəriyyətə olan münasibətini və əsl simasını gördülər. Beləliklə, Məsih şeytanın insanlara təbliğ etdiyi Allah obrazını, yəni güya ki, Rəbb kin saxlayan, qisas alan və insanları təqib edən bir hökmdar Allahdır təsəvvürünü dağıtdı. Yahya 14:9-da isə Məsih deyir, məni görən atanı görmüş olur. Məsih insanlara Rəbb haqqında yalnız danışmır. O həm də onun xarakterini öz sözləri və əməlləri ilə göstərdi. Günahkarlara mərhəmət, xəstələrə şəfa, zəiflərə səbir, rədd edilənlərə məhəbbət. Bütün bunlar səmavi atanın ürəyinin əsl göstərişidir. Buna görə də İncili diqqətlə oxuyan hər kəs Rəbbin həqiqətən necə olduğunu görə bilər. Peter Məsihi 3 dəfə inkar etdikdən dərhal sonra onunla göz-gözə görüşdü və o Məsihin sözlərini xatırladı. Luka 61-ci ayədə davam edir. Elə o danışdığı an xoruz banladı. Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin bugün xoruz banlamazdan əvvəl sən məni 3 dəfə inkar edəcəksən dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı. Onu ağlamağa nə vadar etdi? Məsih onu hədələməmişdi ki, məni inkar etsən başına bəla gələcək. Xeyr. Peter ona tam etibar edən, xəyanət etdiyi Məsihi məhəbbət dolu baxışları qarşısında tab gətirə bilmədi. Axırıncı inkardan sonra Rəbb dönüb Peterə baxdı və o həmin bu baxışa dözə bilmədi. O hönkür-hönkür ağladı.
Və biz bu baxışın zahirən necə göründüyünü bilmirik. Amma onun əsl təsirini biz kəlamda görürük. Bu, Peterin ürəyini sərtləşdirmədi. Əksinə onu qırdı. Bu baxışda heç bir nifrət, alçaltmaq və ya qisas almaq istəyi yox idi. Bu, insanın günahkar təbiəti olduğunu anlayan, amma tövbə edəcəyini ümidini itirməyən bir məhəbbət dolu baxış idi. Məhz bu cür məhəbbət insanı həqiqi tövbəyə aparır. Və Peterin bu səmimi tövbəsi onun öncəki hərəkətini əbədi olaraq məhv etdi. Məhəbbət dolu Rəbb məhz bunu edir. Gəlin baxaq, kəlamda Rəbbimizin insanların günahlarını bağışladığı necə təsvir olunur? Məzmur 103:12. Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırır. Mikaya 7:19. Bizə rəhm edib şər əməllərimizi siləcəksən. Bütün günahlarımızı dənizin dərinliklərinə atacaqsan. Bu ayələr göstərir ki, Rəbb günahı sadəcə olaraq rəsmi olaraq bağışlamır. O artıq səmimi qəlbdən tövbə edən insanlara onları bir daha xatırlatmır. Rəbb imanlı insanın keçmiş səhvlərinin siyahısını saxlamır ki, bir gün ona göstərsin. Onun bağışlanması tamdır və kamildir. Buna görə də bağışlanan insan keçmişin daimi yükü altında yox. Əksinə ümid və minnətdarlıqla yaşaya bilər və Rəbblə yeni bir həyat başlaya bilər. Çünki Rəbb bizi ata məhəbbəti ilə sevir. Məsihçilər üçün o atadır. 1 Yahya 3:1-də yazılıb. Görün, ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq. Rəbb bizə sadəcə bir kölə kimi yox, öz övladları kimi yanaşır. O bizim üçün məhəbbət dolu Allahdır. Bəs niyə Tanrı haqqında bu qədər fərqli və bir-birinə əks olan fikirlər var? Onlar nəyə əsaslanır? İnsanların fikirlərinə, yoxsa Bibliyada oxuduğumuza? İmanlılar Rəbbi məhəbbət dolu, ona gələn hər kəsi qəbul edən, bağışlayan, etibarlı birisi kimi və ata kimi görürlər. Amma digər tərəfdə isə Rəbbi tanımayan insanlar var. Hansılar ki, onu anlamırlar. Tanrı haqqında təhrif olunmuş anlayışları var. Və Romalılar 1:18-də yazılıb. Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür Allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. Bugün dünya Tanrı haqqında bir çox yalan təsəvvürlər yaratmağa davam edir. Bəziləri onu sadəcə insanları cəzalandırmaq üçün bəhanə axtaran sərt bir hakim kimi təsvir edirlər. Digərləri isə əksinə. Deyirlər ki, Tanrı heç maraqlı deyil ki, insanlar necə yaşayırlar. Amma Bibliya Rəbbin tamamilə fərqli bir obrazını göstərir. Rəbb tam müqəddəsdir. Ona görə də o günaha nifrət edir. Eyni zamanda o günahkar olan insanları çox sevir. Və ona görə də onların xilası üçün öz vahid oğlunu qurban verdi. Məhz Qalqofada, çarmıxda biz eyni zamanda həm Rəbbin ədalətini, həm də Rəbbin məhəbbətini görürük. Orada günah cəzasız qalmadı. Amma Məsih bu cəzanı öz üzərinə götürdü. Buna görə də
tövbə və imanla ona gələn hər kəs bağışlanma və yeni həyat alır. Amin. Və gəlin özümüzə bir sual daha da verək. Təkcə Rəbb həqiqətən necədirdən başqa, həm də mən onu şəxsən tanıyırammı? Tanrı haqqında biz çox şey eşidə bilərik. Hətta Bibliyanı da çox yaxşı bilə bilərik. Amma Rəbb istəyir ki, insan yalnız onun haqqında məlumat əldə etməsin. Həm də o istəyir ki, insan Məsih vasitəsilə onunla canlı münasibət qursun. Yəni, kəlamı heç vaxt oxumayan insanların yox, özünü imanlı sayan insanların Rəbb haqqında səhv fikirlərin olması daha da kədərlidir. Buna görə də hər bir məsihçi daim olaraq Məsih haqqında həm öyrənməlidir, həm də onunla daim canlı münasibətdə olmalıdır. Həm kəlam vasitəsilə, həm dua vasitəsilə, həm də xidmətdə olmalı. Yalnız Məsihdə biz Rəbbin tam xarakterini anlaya bilərik. Məsihi nə qədər yaxşı tanısaq, onda biz Rəbb haqqında olan səhv insan düşüncələrindən uzaq olacağıq. Və Rəbbi tanımaq bu ömürlük bir səyahətdir. Onun məhəbbətinin, müdrikliyinin və müqəddəsliyinin dərinliyini biz heç vaxt axıracan tam anlaya bilmərik. Amma onu hər gün daha da yaxşı tanıya bilərik. Və insan Rəbbə nə qədər yaxınlaşırsa, onun Məsihdə gördüyü keyfiyyətlər bir o qədər də çox onun öz həyatında özünü göstərir. Bu, məhəbbət, mərhəmət, sədaqət, səbir və bağışlamaq bacarıqdır. Qoy Rəbbimiz bizə həmişə həqiqətdə bərk dayanmağa kömək olsun. Amin.